Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala men la nebiyye ba'de amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah qardaşlar, yəni biz Tədmuriyyə Risaləsin başlamışıq. Keçən məclisimizdə müqəddimə oxuduq və artıq bugün kitaba, mövzuya daxil olduq. Şeyxülislam İbn Teymiyyə böyük alimlərdən biri olub tarixdə, İslam tarixində. Və onun fikirlərin, onun elmi işlərini oxumaq yəni çox faydalıdır. Yəni demək olar ki, əqidədə əsas insanlardan biridir, hansı ki, tərtibə salıb, xülasəni göstərib müsəlmanlara, Quran sünnəni və sahabilərin əqidəsini. Və Şeyx Rahimullah indi kitab belə başlayır. Bismillahirrahmanirrahim. وبه نستعين. قال الشيخ الإمام عالم علامة شيخ الإسلام مفتي الأنام أوحد عصره وفريد دهره ناصر السنة وقامع البدعة تقي الدين أبو العباس أحمد ابن شيخ إمام علامة شهاب الدين عبد الحليم ابن الشيخ الإمام العلامة شيخ الإسلام Muciddin Əbil Bərəkət Abdüssalam İbn Teymiyyə Əl-Harrani radiyallahu anhu və ardah. Yəni bu müqəddimədə təbii ki, bu şeyxin sözü deyil. Yəni şeyx özü barədə şeyx, allamə və s. belə deməz. Yəni şeyx çox tavazkar idi. Hətta İbn Qeyyim necə deyir, şeyxindən nəqildir, deyir, həmişə deyir, şeyximdən eşidirdim. Deyir, mən həmişə İslamı təzəliyirəm. Yəni, mən İslamdan bir cüz daxil olmuşam, yəni. Yəni, bu boyda şəxsiyyət gör nə deyir. Yəni, özün necə tavazkarlığa bax. Və görsənin ki, bunu yazan tələbələrdən biridir. Həmçinin deyir ki, radiyallahu anhu. Əsasən radiyallahu anhu, qardaşlar, sahabələri adı eşidiləndə deyilir. Amma ümumən alimlər barədə gələndə deyilir, rahiməhullah. Allah rəhmət eləsin və salam. Amma ola bilər istisnalar, amma yenə adət halında alimləri deyilir rahiməhullah. Buradan isə şeyx başlayır. Şeyx başlayır, əlhamdülillah. Həm deyir, həm şükür deyil, həm də mənası şükürdən daha genişdir. Və şükürdən daha xasdır Allaha. Məsələn, deyə bilərsən, başqalarına da təşəkkür və s. Amma başqalarına deyə bilməzsən həmd, təhmid eləməyi başqalarına deyə bilməzsən. Həmd yalnız Allaha məxsusdur. O dualarda, ayələrdə keçir. Əl-həmd, həmd. Bütün həmd, bütün sənalar. Kimədir? Lillah. Lillah. Lam orada lillah. Lil-ixtisas. Lil-istihqaq. Ərəbcə. Yəni, xas yalnız Allahadır. Həmd. Ondan qeyrisinə yox. Sonra nəhməduhu və nəstə'inuhu və nəstəğfiruhu və nə'udhu billah. Bu xutbətəl həcədir. Xutbətəl həcə deyirlər buna. Xütbə başlayanda, ümumiyyətlə, bəzi müəlliflər, bəzi alimlər dərsə başlayanda bu xütbəni oxuyurlar. Xutbətəl həcə deyirlər. Allah həmd eləyəndən sonra fikir verirsən, qul öz Rəbbinə, ilahına deyir, nəhməduhu, ona həmd edirik. Nəstə'inuhu, ona sıxınırıq, ondan kömək istəyirik. Nəstəğfiruhu, ondan bağışlanmağımızı istəyirik. Və nə'udhu billah, ona sıxınırıq. Nədən? Min şururi ənfusinə, nəfslərimizin şərrindən. Və min seyyiəti əməlinə, yəni günahlarımızdan. Mən yehdihilləh fələ mudillələ. İndi qəza qədər mövzusuna toxundu. Çünki biz bilirik ki, Allah kimi yönətsə, düz yola, heç kəs ona mane ola bilməyəcək. Allah kimi azdırsa, heç kəs onun qabağını ala bilməyəcək. Gör nə deyir? Bu boyda kəlmələrdən sonra deyir, mən yehdilləhu fələ mudillələ. Yəni, Allah Taala kimə hidayət versə, o azmıyacaq.
Və mən yudlil. Allah Teala kimi azdırsa, fələ hədiyələ. Ona heç kəs düz yola yönəldə bilməyəcək. Və əşhədu. Bunu deyəndən sonra. Əşhədu. Əşhədu yəni şəhadət gətirirəm. Elan eləyirəm. Ey insanlar bilin. İqrar eləmə, etiqad eləyirəm. Şəhadətin mənası budur. Nəyə? Ən la ilahə illallah. Allah'tan başqa ilah yoxdur. Məbud. İlah yəni məbud. Xaliq yox. Əşarilər, maturidlər və s. Onlar ilahı Rəbb mənasında təfsir edirlər. Rəbb. Yəni ilahı çevirirlər rububiyyəyə. Hansı ki ilah dəlalət edir uluhiyyəyə. Aydındır. Ona görə onlarda kəlam əhli olduqlarına görə şirk yəni təkfir eləmirdilər. Yəni şirk, bəzi şirkləri onlar şirk demirdilər. Şirk demirdilər. Çünki onlarda ilah, la ilahə yəni la xalikə illallah. Yəni Allah'tan başqa xalq edən yoxdur. Allah'tan başqa idarəçi yoxdur. Rəbb mənasını veriblər ilaha. Amma ilahın səhih mənası budur. Məbud. La ilahə, yoxdur məbud illə, yalnız Allah. Vahdehu la şərikə ləh. Bu təkid eləyir, təkrarlayır, təsdiqləyir yenə ki, onun şəriki yoxdur. Baxmayaraq, la ilahə illallahda bu var. Lakin, vahdehu la şərikə ləh. Onun şəriki yoxdur. Və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Və yenə iqrar edirəm, etiqad edirəm, təsdiqləyirəm, elan edirəm. Ey cəmaat eşidin, şahidlik edirəm ki, Muhammed sallallahu aleyhi ve sellem Allahın qulu və rəsuludur. Ya bu özü də burada incəlik var, qul və rəsul. Yəni Peyğəmbərimiz ne üçün? İfratı qabağını almaq üçün. Ona görə deyildi qul idi, sonra rəsul oldu. Aydındır ki, ifratı qabağını alsın. Sallallahu aleyhi və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. Versən, dua. Allah həm sonra acizliyin bildirdi qul, Rəbbinin qarşısında qədəri ispat elədi, sonra şəhadəti gətirdi, sonra salavatı gətirdi və belə deyir ki, əmmə bə'd. Əmmə bə'd xutbələr həcəyən deyəndən sonra artıq təzə bir mövzuya keçirsən. Elə bir ki, keçid. Əmmə bə'd. Dayıb. Burada indi Şeyx Rahimullah birinci nə deyir? Birinci nəyə gətirir? Şeyx burada bəyan edir, nə səbəbə görə bu kitabı yazdı. Ən birinci, fəqət səələni mən təəyyənət icabətəhum ən əktubə ləhum madmun mə səmihum fi ba'dil məcalis. Yəni deyir ki, birinci səbəb məndən soruşdular ki, istədilər ki, bu barədə mən nəsə yazım, nəsə bildirim. Bu birinci səbəb, yəni deyiblər. Və çox kitablar görəcəksən ki, yəni yazılmağında səbəb ondan istəyiblər. Necə Səhih Buxari. Deyir, şeyximin yanında oturmuşdum, məsləhət gördü ki, səhih bir əsər yazın. Yəni, səhihləri ayrıca qeyd edilir. Hədislər var idi. Lakin deyir, səhih bir hədisləri bir yeri cəmləyin. Tam olmasa da, İmam Buxari deyir ki, bu səbəblərdən idi biri. Deyir, onda qəlbimə düşdü. Onda qəlbimə düşdü. İndi şeyx də deyir ki, deyir, bəzilər məndən, bəzi məclislərdə məndən soruşmuşdular bu barədə. Deməli, şeyx məclislərdə danışır bu məvrədə. Eşitmişdilər, dedilər ki, bu barədə bizə yaz. Bu səbəbdir. Miləl kələm fit təvhid və sifət. Yaxşı, məclislərdə nə soruşurdular? Və təvhid və sifət. Təvhiddən danışanda, xüsusən Allah Taala'nın sifətlərindən. Və fiş-şər'i vəl-qədər. Qədərdən və şəriətdən. Əmirlərdən və nəhiylərdən və Allah Taala'nın qədərindən. Çünki bu mövzu ən çox ixtilaf, firqələr düşən mövzudur.
Xüsusən Allah Taala'nın sifətləri və Allah Taala'nın əmrləri və nəhiyləri və qədər mövzusu. Və şeyx deyir, liməhsisil həcədi ilə təhqiq hədilin asli və ciddi ehtiyacın olmağı. Bu da səbəblərdəndir. Ciddi ehtiyacın olmağı. Yəni, burada nə götürürük qardaşlar? Burada götürürük ki, sən hansısa mövzu seçəndə baxmaq lazımdır, yaşadığın yerdə, yaşadığın vaxtda nəyə ehtiyac var? Onu danışmaq. Məsələn, durub saat danışıram, məsələn, hansısa bir mövzu, o mövzu burada, məsələn, ehtiyac yoxdur. Lazım deyil. Amma hansısa mövzu var, burada olmasa da danışırsan. Ehtiyac var. Onu alim, məscidin imamı, elm tələbəsi özü təyin eləməlidir. Məsələn, məscidin imamı əsasən baxmalıdır, nəyə ehtiyac var cəmiyyətdə, yaşadığı yerdə. Məsələn, görür ki, cəmaat, məsələn, geri dastamasına görür ki, cəmaat dastaması düzgün almır. Xütbə eləsə dastamazdan. Yəni, məscidlər məktəbdir. Təlim yeridir. Məsələn, birdən görürsək, təkfirçilik çoxalıb. İmam çıxıb təkfirçiliyindən danışmalıdır. Elmi ya, təkfirçilikdən danışmalıdır. Nədir? Olan şübhələri nədir? Onların cavabı nədir? Aydındır? Və belə. Deməli, yəni şeyx deyir ki, ilə təhqiq hadilin aslən, yəni limasisil həcə ehtiyac var idi. Və kəsratul ittirabi fihimə, həmçinin çoxlu ziddiyyat, yəni azmaq, səbəbləri olmaq bu məsələlərdə. Fəinnəhumə mə həcəti kulli əhəd minhumə iləyhə və hər kəsin ehtiyacı olduğuna görə, bu məsələyə görə. Və görürsən fəlsəfəçilər, kəlam əhli, sufilər və s. Hamısı cürbəcür şeylər deyirdilər bu məsələ barədə. Aydın qardaşlar, burada şeyx Rahimullah bəyənləyir və onların şübhələrini dəf eləmək üçün bəyənləyir və şübhələrin yayılmaq üçün. Ola bilər, tutaq ki, sən kiməsə rədd eləyəsən, o düzəlməsin. O səni, o rədd eləməkdən qabağı almasın. Sən ola bilər, rədd eləyəsən ona bir faydası olmasın. Lakin yandakilərə faydası olacaq. Ona görə səhvdir, deyir, onun nə faydası? Durub indi danışaq. Lakin yanındakilə faydası olacaq. Çünki nə üçün? O bu fikirləri yayır. O bu fikirlərlə tanınıb və bu fikirləri inkar eləməyib, açıq aydın, elan eləməyib. Və bu fikirləri ərdən işarələr eləyir və bu fikirli adamlarla durub oturur. Və bu fikirli adamlarla alimlərə meyillidir. Onlardan çəkindirmir. Aydınlı qardaşlar, bunlar əsaslardır ya. Sonra Şeyx Rahimullah buyurur. Fəl-kələmu fi bəbi təvhid və sifət və huvə min bəbil xəbar. Yəni, şeyx deyir ki, indi kitabın mövzusu nədir? Kitabın mövzusu təvhid, yəni uluhiyyə, rububiyyə və Allahın sifətləri barədədir. Hansı ki, o xəbər babındandır, xəbər babından tərəfindən. Xəbər, yəni biz eşitmişik onu, özümüzdən deməmişik. Amma ikinci mövzu, ikinci isə o dair beynən nəfi və isbat. Yəni, xəbər babı ya isbatdır, ya da nəfi. Və vəl-kəlamu fi şər'i vəl-qədər və o min babul ət-tələb vəl-iradə. Və ikinci mövzu da əş-şər' vəl-qədər. Əmirlər və nəhilər və qədər mövzusu. O da daxildir tələb babına. Tələb, yəni əmirlər və nəhilər. Sən tabi də ola bilərsən, iradə. Tabi də ola bilərsən, tabi olmaya da bilərsən. Aydındır. Qəza qədərdə nə qədər firqələr var? Var cəbərilər. Cəhmə ibn Safvan, cəbəri. Ondan götürüb əşarilər. Əşari deyəndə çox vaxt arxain deyə bilərsən ki, maturidilər. Onlar qədər mövzusunda cəbəridirlər. İman mövzusunda murciyedirlər. Qədər mövzusunda cəbəridirlər. Yəni, cəbəri nədir?
Cəbəri, yəni insan məcburdur. Qədəri onlar belə qəbul ediblər. İnsan məcburdur. İman mövzusunda murciədirlər. Ne üçün? Deyirlər, iman təsdiqdir. Təsdiq elədirsən, və salam, möminsən. Və indi Şeyx Rahimullah ələn danışır. Deməli, mucməlül vacib aləl-abdi fi tevhidillah. Yəni, tevhid tərəfdən qula nə vacibdir? Qula nə vacibdir? Tevhid tərəfindən. İzə kənə kəzəlik fəlabudda lil-abdi ən yuthbətə lillahi mə yəcibu isbatuhu ləhu min sifatil kəmal. Yəni, Allah subhanət haladan Allahın sifətləri vardır. Nə gəlib? Kamil sifətləri hamısını isbat eləmək. Və yunfi anhu mə yəcibu nəfyu anhu mimmə yudadu hədihil həl. Və lə budda ləhu fi əhkəmihi min ən yuthbətə xalqahu və əmrəhu. فيؤمن بخلقه المتضمن كمال قدرته وعموم مشيئته ويثبت أمره المتضمن بيان ما يحب ويرضاه من القول والعمل ويؤمن بشرعه وقدره إيمانا خاليا من الزلال. Yəni Şeyx Rahimullah buyurur ki, mömin üçün budur ki, Allahın sifətlərini necə gəlib o cür isbat eləmək və Allahın qəza qədərini qəbul eləmək 4 dənə hansı ki əsasla biz bilirik. Biz demirik insan məcburdur və ya biz demirik insan tam azaddır. Yəni hərdən elə şeylər olur insandan asıl deyil. İnsan onu hissilir, görür özündə. Ona görə biz deyirik ki, qədərə iman nədir? 4 dənə əsasla. Allah 50 min il əvvəl, yeri göyü yaratmamışdan qabaq 50 min il əvvəl qələmə yaratdı və dedi ki, yaz. Nə olacaq? Hər şey yazılıb. 1. Allah 2. Hər şey bilir. 3. Hər şey Allahın istəyinə olur. 4. Hər şeyi o yaradır. Hətta əməllərimizi də. Allah Teala buyurur, Vallahu xalaqakum və mə ta'malun. Allah sizi və əməllərinizi xəlq edir. Lakin bu o deməkdə öyle insan məcburdur. Çünki ne üçün sələf bunu deyib? O firqələr ne üçün elə deyib? Firqələr bir hissəni götürüb ayələri, o birisi hissələri götürməyiblər. Mesela xavariclər. O ayələri götürüblər ki, hansı ki, cəhənnəmdən müjdələniblər. Rəhmət ayələrini götürməyiblər. Murciyələr rəhmət ayələrini götürüblər, bu birisi ayələri götürməyiblər. Sələflər cəm eləyib. Hər bir məsələdə. Qədər mövzusunda cəm eləyib. Çünki, bəli, elə yerlər var ki, bəli, zahirən oxuyursan, deyir, görürsən ki, yox, ixtiyar yoxdur. Sonra görürsən, o birisi ayələrdə göstərir ki, ixtiyar var. Sonra şeyx buyurur, rahiməhullah, yəni, şeyx deyir ki, təsdiq eləmək, şəriətdə nə gəlib və iman gətirmək. Sonra şeyx buyurur, rahiməhullah, deyir ki, bu mövzu, yəni təsdiq və iman, tevhid məsələsində, Allah Taala'nın şəriət məsələsində, əmrləri və nəhyiləri, əsas 2 surədə bilinir. Hansı surələrdir? İxlas və Kafirun surəsi. Şeyx deyir ki, hansı ki bu surələri Peyğəmbər sallallahu aleyhi ve sellem sübhdən qabaq 2 rükət sünnətdə Fatihadan sonra oxuyurdu. Təvafda həmçinin oxuyurdu. Və şeyx də deyir ki, və qeyri dəlik. Və qeyri dəlik həmçinin başqa vaxtda. Başqa vaxtda məsələn demək olar vitr namazında. Çünki hərdən oxuyurdu vitrdə, əgər 3 rükət qılanda, Əş-Şəfə, vitrdən qabaq 2 rükət, orada oxuyardı Əla surəsini, Səbbi ismi Rabbikəl Əla, 2-ci rükətdə oxuyardı Kafirun. Sonra 3-də, yəni axırıncıda vitrdə oxuyurdu Qul Huvallahu Əhəd. Yəni bu surələr oxuyurdu Rasul sallallahu aleyhi ve sellem. Aydın qardaşlar, sonra şeyx buyurur ki, rahimullah, 1-ci əsildən danışır, Əl-əslul əvvəl fəəmməl əvvəl və huvə təvhidu fissifət. İndi 1-ci əsildən danışır, Allahın təvhidindən, təvhid vahid sözündəndir, Allahın təkliyin bildirən elm və rububiyyə var, uluhiyyə var, əsma-i və sifət var. İndi sifətlərdən danışır, Allah Taala'nın sifətlərindən. Lakin bəzi bidətçilər, buna da toxunaq, deyirlər ki, siz deyirsiniz ki, bidə. Özünüz bidət edirsiniz. Nə üçün? Təvhidi deyirsiniz ki, uluhiyyə, rububiyyə, əsma-i sifət.
Bu bidətdir. Və biz onlara cavab veririk, subhanallah. Hətta siz özünüz tohidi bölürsünüz. Sizdə də bölünmələr var tohidi qismlərə zada. Bu bir, yaxşı, siz bizə deyirsiniz. Bu sadəcə bunlar var. Tohid uluhiyyə var, rububiyyə, asma sıfatı Qurandadır. Heç də əlavə bir qism qoyulmayıb bura. O da ehtiyac baxımından ona görə. Necə ki, məsələn, nəftə qaydalar çıxıb. İsim, feil, hərf. Yoxdur. Bir də deyil ki. Yəni, şəriətə zidd deyil. Aydındır. Lakin qalsın gələn mövzumuza. Səhifəni, başlayaq. Necə tadmuriyə də oxuyurduq. Deməli, məndə olan kitabda səhifə 7. 7-də qaldıq. 6-da daha doğrusu. Allah şeyxə rəhmət eləsin və selamu aleykum və rəhmətullah və bərəkatuhu.